Bir də 18 iyun 2025-ci il Göygöl rayonu Hacıkənd qəsəbəsi Xan yaylağı. Hozu Xan filminin növbəti seriyası çıxacaq inşallah. Və onun ilk çəkiliş günüdür. Bütün heyət, burada olan, olmayan, bütün kütləvi səhnələr, bütün texniki işçilərimiz, rejissor heyəti, aktyor heyəti, hamımıza təşəkkür edirik. İnşallah mənim həmişə dediyim bir şey var, bir söz var. Allah əziyyətimizi yerdə qoymasın. Amin. Ona görə də hamıya uğurlar, söz rejissorumuzun. Dostlar, çox böyük bir proyektə başlamışıq. İnşallah ki, öhdəsindən necə lazımdır gələcək. Azərbaycanda bu demək olar ki, kommersiya filmləri arasında bir ilkdir, biz eləyirik. Hozu Xan filmi. Yəni, çox qədimə geri dönüş eləyirik. Hamı üçün biraz məsuliyyətli işdir. Hamıya uğurlar arzulayıram. Burada komandanın çox qısa bir, balaca bir faizidir. Əslində komandamız böyüdür. Onlara da uğurlar arzulayıram və burada bizə kömək edən bütün Göygöl, Gəncə cəmaatına da böyük təşəkkür bildiririk öncədən ki, bizi dəstəkləyirlər və bu filmi çəkilməyində kömək edirlər. Uğurlar hamıya, buyur Məzid. Hozu. Hozu, buyur. Əvvəla hər kəsə təşəkkür. Bugün, yəni daha doğrusu Hozu Xan filminin çəkiliş günü düz 10 il bundan qabaq Hozu filmi başlayıb və bu 10-cu ilidir. Mən bu 10 il ərzində Hozu filmində bütün filmlərində işləyən, bütün hər kəsə əziyyət olan hamıya təşəkkür edirəm və Hozu Xan filmində də bütün iştirak edən və bütün işçi heyətinə hamıya uğurlar arzu edirəm. Arzu edirəm ki, bu film həqiqətən düşündüyümüz qədər yaxşı, keyfiyyətli, baxımlı və ən sevilən filmlərdən olsun. Amin. Hər kəsə təşəkkür edirəm. Xeyirli olsun, uğurlu olsun. Bir söz də deyim. Bizim bu Hozu Xan filminin kastında yeni aktyor heyətimiz var. Misal üçün Ələkbər müəllim, Turaman xanım, Samir buradadır, Ramin yenidir bizdə. Samir haradasan? Samir bizdə daimi var. Kənan Emem. Aqil Emquliyev, Tərlan Nur Yaşar, Nadir Məmmədov, Mətləb Səfərəy, hamı var. Bəli. Kimin adını unuduruqsa, indi iş başındayıq, üzrü hesab eləsin, amma bilsin ki, yəni qəlbən onlarla birlikdəyik. Hamıya uğurlar, bu ənənə olaraq da bunu eləyirik. İnşallah gözlərimizi yumun. Ya Allah. Xeyirli olsun. Allah. Mənim adımı kim götürdü?